Salam, hər vaxtınız xeyir olsun əziz abituriyentlər. Mən Həvva Zamirli, Fes Akademiyanın Azərbaycan dili müəllimi. Sizə bu videoda bugünkü imtahana düşən sualların izahını təqdim edəcəm. Gəlin baxaq birinci sualın izahına. Gördüyünüz kimi suallar bu dəfə daha düşündürücü, daha geniş və diqqət tələb edən suallardır. Birinci sualda bizdən nəyi soruşur? Demək, nümunəyə əsasən cədvəldəki uyğun fikirləri müəyyənləşdirməyimizi soruşur. Fələk ömrümüzə saldı ayrılıq, getdin gözəl, çox gözlədim, gəlmədin. Feillər eyni zamanda eyni şəkildə işlənibdir, düz deyir. Baxın, burada demək saldı, getdin, gözlədim, gəlmədin. Hamısı şudi keçmiş zamanlı feillərdir. Eyni zaman eyni şəkildədir. Deməli, hal şəkilçisinin tələbi ilə söz kökündə saiti düşmüş isim tamamlıq vəzifəsindədir. Burada ömrümüzə sözündə söz kökündə saiti düşmüş söz budur. Ömür sözündəki düşüb, amma halın tələbi ilə yox, mənsubiyyətin tələbi ilə düşüb. Çünki ümüz şəkilçisini artırdığımız üçün düşüb. Baxmayaraq ki, hallanıb, amma halın yox, mənsubiyyətin tələbi ilə itiribdir. Ona görə bu yanlışdır. Müraciət bildirən söz isimləşmiş nitq səsi ilə ifadə olunubdur. Gözəl sözü bəli isimləşmiş sifətdir. Yanlışa baxırıq. Quruluqca düzəltmə olan feil əmr şəklində birinci şəxsin təkindədir. Demək, burada gözlədim sözü əmr şəklində yox, mən gözlədim, nə etdim? Gözlədim, nə edim mənasında deyil, mən gözlədim, nə etdim? Əmr şəklində birinci şəxsin təkindədir. Demək, bu birinci şəxsin təkindədir, amma xəbər şəklindədir. Bu fikir yanlışdır, bunu da götürəcəyik. Deməli, 1-i, 3-ü, 4-ü götürürük. Sonra kəmiyyət zərfi zərflik vəzifəsindədir. Çox sözü düzgün fikirdir, dəymirik. İsmin eyni halında olan sözlərdən biri mübtəda vəzifəsində çıxış edib. Fələk və gözəl sözləri ismin adlıq halındadır. Biri mübtədadır, biri xitabdır. Bu doğru fikirdir. Deməli, 1, 3, 4 Y variantı olacaq birinci sualın cavabı. Cümlədə buraxılan durğu işarələrinin ardıcıllığını istəyir. Əslində baxanda rahat sualdır, çətin deyil, amma bir dənə incə məqam var ki, burada həmcinslərdə vergül qoyacağıq, amma həmcins üzvlərdən sonra ümumiləşdirici söz gələndə və o ümumiləşdirici sözdən qabaq ara söz gələndə, ara sözdən qabaq tire, ara sözdən sonra isə vergül qoyuruq. Yəni burada bir sözlərdən qabaq tire, burada isə vergül. Vergül, vergül, tire, vergül. 32-ci sualın cavabı olacaq C variantı. Növbəti suala baxaq. Xəbəri icbar növdə olan hansı cümlələrin tərkibində hərəkətin subyekti və obyekti yoxdur? Xəbər icbar növdə olmalıdır. Yazdırırlar icbardır. Dəyişdirməlisiniz, məlumdur. Bunu çıxırıq. Yazdırdıqlarımız, burada baxmayaraq icbar feil var, amma cümlənin xəbəri deyil. Bunu da çıxırıq. Daşıtmalıdırlar. Burada icbar var. Bunu götürə bilərik. Bir də hazırladın. Burada da icbardır xəbəri. İndi bunların içərisində hərəkətin subyekti və obyekti olmayanlar lazım. Yəni, işi görən və üzərində iş görülən olmasın. Birdə yoxdur. Nə subyekt, nə obyekt. Deməli, 4-də səhərə kimi kəndə daşıtmadılar. Burada da yoxdur. 5-də isə layihələri obyekt olduğu üçün bunu götürmürük. 1 və 4 sualın düzgün cavabı, 33-cü sualın cavabı olur C variantı. Cümlələrdən birinin xəbəri məstər tərkibi ilə ifadə edilib. Gəlişimizin məqsədi başına ağıl qoymaqdır. Hər zaman dediyimiz kimi frazeoloji birləşmələr məstər sayılır, məstər tərkibi sayılmır. Çünki onlar mürəkkəb feil hesab olunur və söz birləşməsi olaraq sərbəst söz birləşməsi deyil. Başına ağıl qoymaqdır xəbər, amma frazeoloji birləşmə məstər tərkibi yaratmayıbdır. Amma burada Aləmşah bəyimin yeganə çıxış yolu bu mübtəda, deməli, uşaqlarını buradan uzaqlaşdırmaq idi. Bu isə xəbər. Məstər tərkibi burada cümlədə xəbər vəzifəsindədir. Cavab olur B variantı. Burada məsələn məstərdir, oxumaq idi. Yenə də tərkib yaratmayıb. Burada da məstər tərkibi cümlənin mübtədasıdır, xəbəri deyil. Y variantında isə məbədə gəlməkdə niyyətləri dua etməkdir. Nə idi? Dua etmək. Burada da yenə məstər var, tərkib yoxdur. Cavab qalır B variantı. 35-də rahat sualdır. Frazeoloji birləşməni soruşur. Bunların içərisində özündən çıxmaq frazeoloji birləşmədir, əsəbləşmək deməkdir. Qalanları isə deyil. 36-cı suala baxaq. Hansı nümunədə altından xətt çəkilən söz həm xitab, həm də mübtəda kimi düşünülə bilər? A variantında vergül qoyulduğu üçün biz bunu mübtəda kimi düşünə bilmirik. B variantında düşünə bilərik. C-də də baxın, Kamili balaca hərflə yazdığı üçün insan adı olaraq düşünüb xitab edə bilmirik. Bunu da çıxdıq.
D variantında xitabdır, nida qoyulubdur. Y variantında da xitab düşünmək mümkün deyil, çünki vergül yoxdur. Bizə lazımdır ki, vergül olsun, həm xitab kimi düşünülsün, həm də mübtəda kimi. Aqil, Səfər və Kərim səni axtarırdılar. Aqil burada xitab kimi birinci. Növbəti formada isə Aqil, Səfər və Kərim səni axtarırdılar. Yəni 3 həmciz mübtədadan biri kimi Aqili düşünmək olur. Cavab olur B variantı. 37-ci sualda gəlin baxaq. Verilmiş cümlələr əsasında uyğun fikirləri müəyyənləşdirin. Onlarla həll olunmamış məsələyə birgə baxış keçirilsə də, yenə də bir neçə işi yekunlaşdırmaq mümkün olmadı. İkinci cümlədə isə onlarca insanın gözü qabağında baş verən bu hadisə bir çox qəzetlərdə dəfələrlə işıqlandırılmışdı. Deməli, bir dəqiqə, birinci fikrə baxaq. Hər ikisinə aid fikir. Kökü amonim olan saydan yaranmış söz işlənib. Kökü amonim olan saydan yaranan söz birgə sözüdür. Burada var. İkinci nümunədə yoxdur. Ona görə bu fərqli fikirdir, ortaq deyil. Feili birləşmənin aslı tərəfində olan say var. Feili birləşmənin aslı tərəfində say var. Onlarca insanın gözü qabağında baş verən feili sifət tərkibinin aslı tərəfində say var. Digərində isə baxaq. Bir neçə işi yekunlaşdırmaq. Bəli, burada da mübtədanın ifadə vasitəsi məsdər tərkibidir. Deməli, burada da say var. Ortaqdır. Rəqəmlə yazıla bilməyən say işlənib hər ikisində. Burada bir neçə, burada məsələn bir çox sayı rəqəmlə yazıla bilmir. Neçə say işləndiyini dəqiq müəyyən etmək mümkün deyil. Birinə aid fikir kimi götürmək olar. Çünki onlarla sözünü həm onlar əvəzliyi və la qoşması kimi düşünmək olur. Onlar ilə məsələyə baxış keçirilsə də mənasında, kimi ilə, onlar ilə. Bir də nə qədər məsələ, onlarla həll olunmamış məsələ, qeyri-müəyyən miqdar sayı kimi. Deməli, digərində yox, bunda var. Bu fərqli fikirdir, birinə aid olduğu üçün uyğundur. Sonra təyin vəzifəsində olan qeyri-müəyyən miqdar sayı tamamlığı izah edir. İkinci nümunədə, bəli, nədə işıqlandırılmışdı? Qəzetlərdə tamamlıq, bir çox qəzetlərdə, bir çox da onun təyini. Amma əvvəlki nümunədə tamamlıq olmadığı üçün bu fikir o birisi üçün yanlışdır və biri üçün fərqli fikir kimi götürülə bilər. Sayla aid olduğu isim arasında numerativ sözdən istifadə edilməmişdi. Hər ikisinə aiddir bu. İkisində də istifadə edilməyib. Yalnız birinə aid soruşur. Götürmərik bunu da. Cavab olur 2, 3, 4 və 5. 37-ci sualın cavabı olur Y variantı. 38-ə baxaq. Nümunədə üzərində rəqəm yazılmış sözlərin fonetik xüsusiyyətlərinə əsasən uyğunluğu müəyyənləşdirin. Yazışı və deyilişi fərqlənmir. Səs və hərflərin sayı bərabər deyil. Tərkibində kar samit işlənməmişdir. Deməli, sənət yazışı deyilişi fərqlənməyənə aiddir. Biri bura yazaq. Bir də fərqlənməyən burada səhifələrində sözüdür. 1 ilə 3 bir aiddir. Səs və hərflərin sayı bərabər deyil. Şəxsiyyətlərdən sözü, çünki Y düşəcək. Deməli, 5-i yazırıq ikinciyə. Tərkibində kar samit olmayan isə olacaq. Deməli, bir dəqiqə baxım görüm hansıdır. Böyük sözü. Nə qaldı burada? Parlaq sözünü heç birinə aid etmədik. Cavab olur ümumiyyətlə D variantı. Sualın cavabı D variantıdır. 1, 1, 3, 2-yə 5, 3-ə də 4-cü fikir getdi. 39-da deyir, gedib xaricdə təhsilini artırar. Bunu elə tamamlayaq ki, mürəkkəb cümlə alınsın. Elə edək ki, demək, 2 qrammatik əsasdan ibarət olsun. Deməli, gedib xaricdə təhsilini artırar. O artırar. Burada bir o mübtədasını düşünsək, qayıdıb vətəndə işləyər. Yenə o təhsilini artırar, o işləyər. Bu həmciz xəbərli sadə cümlədir. Atası arzusuna çatar. Digər cümlənin isə mübtədası atası olur, arzusuna çatar xəbər. Hər iki cümlənin qrammatik əsası olduğu üçün bu mürəkkəb olur. Elə orada bir iş tapıb işləyər, yenə o işləyər və bu da həmciz xəbərli sadə cümlədir. Biliyi xalqına gərəkli olar. Gərəkli olar nə? Onun biliyi. Bu növbəti cümlənin mübtədası biliyi sözü olur deyə bu da mürəkkəb alınır. Savadı ilə hamını təəccübləndirər, o təəccübləndirər. Bu yenə sadə cümlə olur və düzgün cavabımız olur 2 və 4-cü fikirlər, yəni A variantı. 40-cı sualda isə deyilir ki, dünənki yarışın qalibi Səlim nə isə söyləyərək otaqdan çıxdı. Demək,
nümunəsi ilə bağlı doğru fikirləri müəyyənləşdirin. Birdə deyir, feili birləşmənin işləndiyini əminliklə söyləmək olmaz. Nə isə söyləyərək çıxdı. Niyə demək olmur ki? Dəqiq demək olur ki, burada feili bağlama tərkibi var. Bu doğru fikirdir. Daha doğrusu yanlış fikirdir. Olmaz deyir. Tünd qara hərflərlə verilmiş söz sintaktik əlaqədə yalnız əsas tərəfdir. Mübtəda sintaktik əlaqədə əsas tərəf olur yalnız. İkinci dərəcəli üzvlərdə xəbərdə həmişə ona tabe olur. İki doğru fikirdir, yalnız əsas tərəf olmasını düz götürürük. Sonra çıxışlı xal şəkilçili söz tabellik əlaqəsində asılı tərəfdir. Otaqdan çıxdı. Bu zərflikdir, xəbərlə əlaqəyə girib və xəbərlə əlaqəsində asılı tərəfdir. Təbii ki, doğrudur. Haqqında danışılan cümlədən çıxarılarsa, ismi birləşmə uzlaşma əlaqəsində əsas tərəf olar. Baxın, bu dördüncü şərt uşaqların çoxunu çaşdırır. Nə var burada? Haqqında danışılan deyəndə üçüncü şəxsi nəzərdə tuturuq. Yəni, danışan, dinləyən yox, haqqında danışılan. Yəni, üçüncü şəxsdə olan burada Səlim var. Haqqında danışılan şəxs Səlimdir. Bu cümlədən çıxarılsa, bu mübtəda idi. Bunu çıxartdıq. Burada dünənki yarışın qalibi daha doğrusu. İsmi birləşmə burada təyin idi bayaq. Hansı Səlim? Yarışın qalibi Səlim. Mübtədanı çıxarsaq, ismi birləşmə mübtədanın yerini tutur. Kim otaqdan çıxdı? Yarışın qalibi otaqdan çıxdı. Bu zamanda ismi birləşmə, yəni yarışın qalibi uzlaşma əlaqəsində əsas tərəf olar. Təbii ki, xəbərlə əlaqəsində yarışın qalibi çıxdı. Təbii ki, mübtəda əsasdır. Dördüncü fikir də doğrudur. Xəbər tamamlıq və zərfliklə sintaktik əlaqədədir. Cümlədə tamamlıq olmadığı üçün bu fikir də səhvdir. Cavab qalır 2, 3 və 4-cü fikirlər, yəni B variantı. Ümid edirəm ki, bütün sualların öhdəsindən yaxşı gəlmisiniz. Hər birinizə uğurlar, görüşərik.